Salam, sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırın bu günləri travmatoloji problemlərə, xüsusilə də çiyin oynağı xəstəliklərinə toxunacaq. Həkim qonağımız travmatoloq ortoped İlkin Əlizadədir. İlkin doktor, xoş gördük. Necəsiz? Təşəkkür edirəm, yaxşıyam. Siz necəsiz? Mən təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Salamlayıram tamaşaçılarımızı və həm Novruz bayramı münasibəti ilə, həm də qarşıdan Ramazan bayramı gəlir. O münasibətlə bütün bizi izləyənləri səmimi qəlbdən təbrik edirəm. Bayramları mübarək olsun. Təşəkkür edirəm. Təbriklərə biz də qoşuluruq, minnətdaram. İcazənizlə sponsorumuza təşəkkürümü bildirim. Verilişimizin sponsoru parazit algin məhsullarıdır. Parazit algin şərbəti uşaqlara görə, kapsulası böyüklərə görə təyin olunur. Lakin elə əlamətləri var ki, digər xəstəliklərdə də oxşar olduğuna görə mən əlamətləri sadalayacağım. Nərgiz Tibb Mərkəzinə müraciət etməlisiniz. Əgər sizdə qurd xəstəliklərinə, parazitlərə, helmintlərə şübhəniz varsa, buyurun. Xüsusilə də hansı əlamətlərdir? Bədən çəkisinin yaş normasından geri qalması, ürək bulanma, qusma, ağız suyunun axması, ishal, qəbizlik, uşaqlarda gecə anus ətrafı qaşınmalar və gec saatlarda bu qaşınmanın şiddətlənməsi qurd xəstəliklərindən xəbər verir. Eyni ilə də diş qıcanması, öskürək və s. bu kimi əlamətlər qurd xəstəliklərindən şübhə yaradır. Lakin olmaya da bilər. Məhz ona görə ayırt etmək lazımdır. Nərgiz Tibb Mərkəzinə müraciət eləyə bilərsiniz. Qurd əleyhinə parazitalgin şərbəti. Parazitalgin şərbətin tərkibindəki bitkilər sayəsində qurdların əzələ sistemini tonusdan salaraq, tez bir zamanda iflic olaraq tökülməsinə səbəb olur. Məlahət Qəhrəmanovanın ixtirası əsasında hazırlanan parazitalgin şərbəti orqanizmi intoksikasiyadan qoruyur. Parazitalgin 100% təbii. Çiyində olan problemlər, hansı problemlərlə ümumiyyətlə müraciət edirlər sizə? Buyurun. Bugün çiyin problemlə danışmağı niyə seçdik? Çünki son zamanlar poliklinik müraciətlərin bizə şikayətlə gələn xəstələrin çoxunda artıq çiyin problemləri daha aktual olmağa başlayıb. Çiyin ağrıları, çiyin şikayətləri, çiyinlə bağlı problemlər cavan yaşlarda daha çox posttravmatik səbəblərdən, yəni hər hansı bir travmanın nəticəsi kimi və yaxud da ki, idmanla məşğul olan şəxslərdə bir travma sonrası baş verir. Yaşlı xəstələrdə isə bu daha çox deməli degenerativ proseslər nəticəsində, yəni yaşla bağlı müəyyən risk faktorlarının ortağa çıxması səbəbindən baş verə bilir. Ümumiyyətlə, çiyin oynağının anatomiyasına nəzər alsaq, çiyin oynağı kürək sümüyümüzün glenoid deyilən bir çıxıntısı var, bir oynaq səthi var. Onunla bazu sümüyümüzün arasında yaranan bir oynaqdır və çiyin oynağı bədənimizdəki digər oynaqlardan fərqi nədən ibarətdir? Ən geniş hərəkət qabiliyyətinə malik olan oynağımızdır. Yəni, burada hərəkəti... Çox qarışıq oynaqdır eyni zamanda. Bəli, hərəkəti qısıtlayan, belə deyim, hərəkət məhdudluğu yaradan çox az bağ var və bu bağlar, çiyin oynağının kapsulunu təşkil edən bağlar, oynağın özünə gələn və onu hərləndirən əzəllərin vətərlərindən ibarətdir. Biz bunlara rotator manjet və yaxud da ki, deməli, hərləndirən hərəkətlər edən əzəllər deyirik. Rotator manjet kasları əzəlləri deyirik. Bu əzəllər 4 əzələlərdən ibarətdir və o əzələ vətərləri gəlir, sanki birləşərək çiyin oynağının kapsulunu əmələ gətirir. Və bunlardan tinüstü əzələ, supraspinatus, infraspinatus, tin-altı əzələ, subskapularis dediyimiz kürəyin önündən başlayaraq bazuya bağlanan bir əzələ və teres minor adında bir əzələ var. 4 əzələ qrupu bu artıq çiyin oynağının rotasiyasını, yəni hərləndirilməsini həyata keçirir. Bunu niyə dedik? Çünki ən çox müraciətlər son zamanlar yaşlı xəstələrdə supraspinatus, yəni tinüstü əzələ vətərinin degenerativ və yaxud da ki, posttravmatik yırtığı ilə əlaqədar müraciətlərdir. Ağrı sadəcə çiyin bölgəsində olan problemlərdən qaynaqlanır. Onu deməyə çalışırıq. Yoxsa sizdə müraciətlər olur? Bəli, yox, təbii ki, çünki burada başqa səbəblə də qaynaqlana bilər. Əlbəttə ki, mən çiyin ağrısı ilə gəlirəm yanınıza. Tək səbəb bu deyil. Sadəcə olaraq son deməli, müraciət edən xəstələrin çoxunda sırf bu rotator manjet, yəni çiyin oynağını hərləndirən əzəllərdə problemlər olduğu üçün və ümumilikdə götürəndə say etibarilə, yəni statistika
olaraq da çiyin problemləri daha çox bu rotator manjet üzərində dayanır. Təbii ki, bundan əlavə, məsələn, çiyin oynağında adəti çıxıq kimi problemlər ola bilir. Bu daha çox cavan şəxslərdə təbii ki, oynaqların tez-tez çıxması səbəbindən yaranan və yaxud da ki, çiyin oynağının özünün artroz prosesi, yəni qığırdaq yeyilməsi səbəbindən baş verən problemlər ola bilər və yaxud da ki, bazu sümüyünün başının travmatik sınıqları sonrası qidalanmasının pozulması nəticəsində və yaxud da ki, düzgün olunmayan bir əməliyyatın nəticəsi kimi onda avaskulyar nekroz dediyimiz proses, yəni bazu sümüyünün başının əriməsi səbəbindən ortalığa çıxan proseslər ola bilər. Yəni, çiyin oynağında saysaq, çox geniş diapazonda çoxlu sayda xəstəliklər mövcuddur. Amma ən aktualı, yəni ən çox müraciətlər bu rotator manjet dediyimiz, yəni çiyin oynağını hərləndirən, oynağın kapsulunu təşkil edən əzələnin vətərlərinin yırtıqları nəticəsində baş verən problemlərdir. Xəstə bizə gəlir, məsəl üçün, bir 60-65 yaş arası bir xəstədir. Doktor, mən qolumu qaldıra bilmirəm. Yəni, bu rotator manjetlə əlaqədar, bunun yırtıqları ilə əlaqədar çiyində ən çox ağrı və hərəkət məhdudluğuna səbəb olan problemlərdir. Xəstə müraciət eləyir, dediyim kimi 60-65 arası qadın, kişi fərqi yoxdur. Doktor, mən əlimi qaldıra bilmirəm, bədənimdən uzaqlaşdıra bilmirəm, əlimi boynumun arxasına apara bilmirəm. Qadınlar daha çox saçlarını daramaqda və yaxud da ki, toplamaqda çətinlik çəkirlər. Əlimi çiynimin arxasına, belimin arxasına apara bilmirəm və bütün görəcəyim işləri sadəcə məcbur olaraq aşağı yerdə görürəm. Yəni, dediyimiz kimi, qarışıq oynağı olsa da, bir neçə istiqamətdə hərəkəti təmin edən bir oynaqdırsa, amma dediyiniz o strukturda pozğunluq yoxdursa, boyun yırtığına qədər araşdırmalısınız, doktor. Qaraciyərimə qədər araşdırmalısınız. Ürəyə, ağciyərlərə qədər emməlisiniz. Ağrının, bəli, iradiyyası, məsələn, boyun ağrıları daha çox qola iradiyyası eləyir. Yəni, daha çox qola gəlir. Xəstə gəlir və bu yaxınlarda mən sizə deyim ki, əməliyyat etdiyimiz bir çiyin problemi xəstəsinin həm də boyun yırtığı var idi. Yəni, xəstənin qolu uyuşur, keyir, ağrı verir, həm də hərəkət məhdudluğu var, qaldıra bilmir. Artıq biz bunu diferensiyasiya etməliyik. Xəstəni daha çox incidən çiyindimi, boyundurmu? Yəni, təbii ki, burada sizin dediyiniz kimi məsələ mürəkkəbdir, araşdırma və diferensiyasiya çox önəmlidir. Amma təbii ki, müraciət edən xəstələri ilkin bizim hər zaman dediyimiz nədir? Fiziki müayinəmiz. Yəni, o fiziki müayinə, xəstəyə toxunmaq, hərəkətləri etmək, burada müəyyən testlər var, fiziki sınaqlar var, onları yerinə yetirmək. Artıq bizdə bir müəyyən ilkin fikir formalaşdırır ki, bu xəstədə həmin dediyimiz çiyin oynağını hərləndirən əzələlərin vətərlərində bir problem varmı, yoxsa yoxmu? Və yaxud da ki, başqa bir yerdən qaynaqlanan problemin bura təsir etməsidirmi? Və fiziki müayinənin nəticəsindən sonra ən bəsit rentgenoloji müayinəyə göndəririk bir xəstəni və rentgenda təəssüf ki, vətərlər görünmür. Biz rentgenoloji müayinədə sadəcə sümükləri görə bilirik və çiyin oynağında baş verən, yəni rotator manjetdə baş verən bir problem var ki, biz onu rentgenda görə bilirik, o da kalsifik tendinitdir. Kalsifik tendinit nədir? Bəhs etdiyimiz əzələlərin hər hansı birinə kalsium duzları çökərsə, o artıq bizim üçün rentgenda vizualizasiya oluna bilən, yəni görülür ola bilər. Sadəcə rentgenoloji müayinə ilə biz bunu görə bilirik. Amma qızıl standartımız nədir? Bizim çiyin oynağımızın MRT müayinəsi. Fiziki müayinədən sonra ilkin formalaşan fikirdə, əgər biz rotator manjet yırtığından, yəni çiyin oynağını hərləndirən əzəllərin yırtığından şübhələndiriksə, mütləq şəkildə xəstəmizə MRT müayinəsindən keçirdirik. MRT-də bütün bu bəhs etdiyim 4 əzələ vətərlərinin hər hansı bir parsial, yəni hissəvi və yaxud da tam qat yırtığı olarsa, biz bunu mütləq şəkildə görürük. Oynağın içərisində hər hansı bir qığırdaq problemi olarsa, onu mütləq şəkildə görürük. Impingement sindromu dediyimiz bir sindrom varsa, biz bunu mütləq şəkildə görürük. Impingement nədir? Burada kürək sümüyünün çıxıntısı var, akromion dediyimiz bir çıxıntısı var. Aşağıda isə bazu sümüyü var və bizim bəhs etdiyimiz rotator manjet əzələləri bu kürək sümüyünün çıxıntısının altından keçərək bazu sümüyünə bağlanır. Bəhs etdiyimiz rotator qılıq əzələlərinin vətərlərinin bazu sümüyü ilə kürək sümüyünün çıxıntısı arasında sıxılmasıdır. Təsəvvür edin, bu oynaq əgər bədəndən uzaqlaşarsa nə olar?
kürək sümüyünün çıxıntısı ilə bazu sümüyü arasında bu vətər sıxışar. Təbii ki, əgər burada problem varsa, normalda bu ola bilən bir hadisə deyil. Hansı tərəfə, hansı istiqamətə eləsək, əzələmiz... Bunu hansı müayinədə görürsünüz? Bunu abduksiya dediyimiz hərəkət, yəni bədənimizdən o əlimizin uzaqlaşma hərəkəti zamanı görürük. Çünki subskapularis dediyimiz, yəni supraspinatus dediyimiz tinüstü əzələ vətəri birinci 15 dərəcəlik başlama hərəkətini edir. Yox, aydın məsələdir. Müayinə edərkən hər halda hərəkətli şəkildə müayinə olunmur. Yox. Stabil vəziyyətdə müayinə olunur. MRT-dəmi? Mən fiziki müayinəni soruşdum. Yox, fiziki müayinədə... Fiziki müayinədə uzaqlaşdıran zaman, bəli. Ağrı testi artıq 90 dərəcədən qaldıranda, bəli. Amma müayinələrdə... 90 dərəcədən çox qaldıran zaman artıq o sıxışma sindromu orada baş verir və xəstədə bir ağrı yaranır. Yəni klinika nədirsə, mən gəlirəm ağrı ilə, ağrı hansı hərəkətdə varsa, harada nə qədər məhdudiyyət varsa, onu aydınlaşdırandan sonra siz məni ona görə MRT-yə yönəldir və orada istiqamət verirsiniz ki, hansı formada çəkilsin? Xeyr, MRT standart, yəni hərəkətsiz formada çəkilən bir müayinə metodu. Onu deyirəm də, bax, o biraz bizim beynimizi qarışdırır. Standart formada çəkilsə, sizin dediyiniz o sindromlar, sıxışmalar görülürmü? Çünki bəzi sıxışmalar axı hərəkətdə meydana gəlir. Anatomik olaraq kürək sümüyünün bu çıxıntısı ilə baz sümüyü arasında bir standart məsafə var. O məsafə bilinir və radioloq tərəfindən bilinir ki, bu məsafə artıq qısalıb və hətta bu sümüyün altından bəzən osteofit kimi sümük çıxıntılar yaranır və o məsafə daralır artıq. Və aydındır ki, artıq bu məsafə daralan zaman biraz da vətərin özündə yırtığa bağlı bir ödem varsa, vətərin özü də qalınlaşıb, bura azalıb, vətər qalınlaşıb, qaldıran zaman, hərəkət zamanı, MRT müayinəsində söhbət getmir, xəstənin özünün hərəkəti zamanı artıq ödemli bir vətər, iltihaplaşmış bir vətər və subakromion məsafəsi, yəni bu dimdiyin altındakı məsafəsi daralmış bir sahədə sıxışma baş verəcək və bu xəstəyə ağrı verəcək. Və bu çox rast gəldiyimiz bir problemdir. Və daimi sıxışma zamanı degenerativ proses arta bilir. Yəni, vətərin zaten özündə bir problem var, degenerasiyaya uğrayıb, pi degenerasiyası və ya başqa bir şey və daimi olaraq hərəkət zamanı subakromion impingement sindromu, yəni sıxışması nəticəsində artıq keyfiyyətini itirmiş vətər nə olur? Qopur. Qopdusa artıq hərəkət məhdudluğu çox ciddi olaraq aşağı düşür və çiyin oynağımızı qaldıran zaman çox ciddi ağrılar müşahidə edirik və hətta qalxmayan bir çiyini xəstələr özləri məcbur digər əli ilə qaldırmağa çalışırlar və çiyin oynağı nə qədər geniş hərəkət diapazonuna malik bir oynaq olsa belə, çiyin oynağımızda frozen shoulder, donmuş çiyin dediyimiz bir simptomatika, bir xəstəlik var. Yəni, nə qədər hərəkətsiz qaldısa oynaq, artıq orada yapışıqlıqlar baş verməyə başlayır və oynağımız get-gedə donaraq öz hərəkət qabiliyyətini itirir. Ona görə də mütləq şəkildə ilkin şikayətlərdə, artıq ilkin ağrılarda mütləq şəkildə müraciət etmək lazımdır. Çünki vətərlər qoparsa, retraksiya olunarsa, geri gedərsə, bunların da problemləri, əməliyyatları bizim üçün çox çətinləşir. Donmuş çiyinin geri qaytarılması, bərpası prosesi bizim üçün çox çətinləşir və erkən müraciətlərdə bəsit əməliyyatlarla məsələlər çözülə bilirsə və yaxud da ki, hətta bəsit iynə müayinəsindən fizioterapiya ilə çözülə bilirsə, daha geniş, daha gecişdirilmiş formada bizim üçün əməliyyatları və tədavisi çətinləşə bilir. Doktor, maraqlı gələn bilirsiniz nədir? Bax, deyirsiniz, uzun müddət hərəkət məhdudiyyəti yaşayırsa, hər hansısa bir səbəbdən, istərsiniz orada müəyyən struktur, anatomik strukturunda görünmələri vurğuladınız, hələ deyə bilmədiyimiz çox şey var. Orada biraz dəyişiklik əmələ gəlir, forma dəyişikliyi əmələ gəlir. Şişin olması, ödəmin olması, yer dəyişmənin olması və s. Bəlkə nəyisə görə bilmirsiniz, bəlkə hansısa qərar verməkdə çətinlik çəkirsiniz. Elə bir halla ən çox donuq çiyin dediniz, orada müşahidə olunur. Və ya, məsəl üçün, əməliyyat öncəsi bir hazırlıq, hərəkət verim, çünki onun üçün ən qoruyucu tədbir çiyin oynağı üçün hərəkətin bərpa olunmasıdır. Amma bu insan yenə donuq çiyinlə gəlib, yenə də hərəkət məhdudiyyəti var. Hər bir halda orada struktur dəyişikliyi varsa da, forma dəyişkən, onu görməlisiniz ki, orada müəyyən bir əməliyyat aparasınız. Rotator manjet yırtıqlarının bunlar təbii ki, hissəvi və yaxud da ki, tam qart yırtıqlar ola bilər və yaxud da ki, yırtıq olmadan az öncə bəhs etdiyimiz impingement sindromu ola bilər
və yaxud da ki, oynağın özündə bir tendinopatiya yarana bilər, yəni vətərin özünün içərisində bir problem yarana bilər. Bunun üçün xəstə müraciətlərində, yəni diaqnoz qoyulduqdan sonra ki, bu xəstədə problem budur, əsasən tək impingement sindromu və tam qat olmayan parsial yırtıqlı xəstələrdə çiyin oynağında biz fizioterapiya çox gözəl effekt verir. Fizik tedavi, əzələ gücləndirmə egzersizləri, həmin bəhs etdiyim əzələlərin özlərinin gücləndirilməsi egzersizləri, idmanları çox ciddi effekt verir. Və bundan əlavə çiyin oynağı oynaq daxili inyeksiya olunan və xüsusən də steroid inyeksiyası ilə çox yaxşı nəticələr verən bir oynaqdır. Yəni sadəcə bəsit bir steroid inyeksiyası ilə çiyin oynağında çox böyük problemləri biz çözə bilirik. Bu məsələn dizdə və yaxud da ki, bu çanaqda belə deyil. Amma çiyin oynağı bu şeydə bir ayrıcalıq təşkil edir. Məsəl üçün, oynaq içərisində hər hansı bir vətərdə ödem varsa, hissəvi yırtıq varsa, impingement sindromu varsa hətta, biz çiyin oynağı içərisində bir iynə ilə girərək, xüsusi bir dərman yeridərək, steroid yeridərək, çiyin oynağındakı problemlərin çox böyük qismini çözmüş ola bilirik. Yox, az öncə sizin verdiyiniz suala qayıdaq. Bir yırtıq var, xəstə bunu gecikdirib, müraciət etməyib, yırtıldığı yerdə qalmayıb, retraksiya olunub, artıq bilirsiniz, əzələ işləmədikcə onun vətəri də geri çəkilir, yəni əzələrin özündə, belə deyək, zəifləmə prosesi gedir və artıq retraksiya olunaraq oynağın içərisinə doğru gedir. Biz bu şəkildə olan xəstələrdə artıq rekonstruktiv əməliyyatlar düşünürük. Normalda, məsəl üçün, tam qat yırtıqlı bir xəstə bizə müraciət edib, çiyin oynağını qaldıra bilmir. Heç bir fizioterapiya, steroid inyeksiya, idmanlar, dərman vasitələri təsir etmirsə, biz bu xəstələrdə artroskopik və yaxud da ki, minimal invaziv kəsiklə çiyin oynağında rotator manjet əzələlərinin bərpasını həyata keçirdirik. Bu əməliyyat çox kiçik bir kəsikdən çiyin oynağına daxil olub, həmən yırtıq olan hissəni sümüyə geri tikməkdən ibarətdir. Bunun üçün xüsusi bir ankor dediyimiz, surankor dediyimiz implantdan istifadə edirik. Bəzən artıq proses o qədər irəliləyir ki, o qədər retraksiya baş verir ki, əzələnin özünün artıq sümüyə geri tikilməsi mümkün olmur. Sizin dediyiniz bir quruluş pozuntusu, bir anatomik pozuntu yaranır artıq və bunun üçün artıq daha geniş əməliyyatlar, latissimus dorsi dediyimiz kürəyin əzələsinin birinin oynaq içərisinə köçürülməsi kimi rekonstruktiv əməliyyatlar həyata keçiririk. O yüzden hər zaman dediyimiz kimi, yəni mütləq şəkildə, əgər ağrı varsa, xüsusən də bu yuxarı ətraf bizim üçün daha vacibdir. Çünki gündəlik gördüyümüz bütün işləri biz çiyin oynağının hərəkətləri sayəsində edirik. İstər fiziki iş olsun, istər elmi iş olsun, hər hansı bir yazı yazmaq və yaxud da digər məsələlər, hamısı təbii ki, çiyin oynağının hərəkəti olmadan mümkün deyil. Yenə də insana individual davranılmalıdır da, onun həddindən artıq çox hərəkəti belə vətərlərdə iltihab törədir. Az hərəkəti belə məhdudiyyət yaradır. Lazım olmayan, yəni çəkidən artıq yüklənəndə problem yaradır. Hər hansı bir xəstəlik səbəbi ilə ağrı meydana çıxır və s. Başqa hansı xəstəlikləri görə bilirsiniz? Məsəl üçün, rentgenə baxanda deyə bilərsiniz, bunda bu problem var və s. Onu təyin etmək olur mu? Ən bəsitini deyim, çiyin oynağının çıxığı rentgende çox sadə formada görsənə bilir. Artritlər necə? Şübhəli artritlər? Ola bilir, bəli, artrit əlamətləri. Çünki oynaq arası məsafə artıq daralır, bəzi osteofit sıxıntılar yarandığı üçün biz onları rentgenoloji müayinə ilə təyin edə bilirik. Travmalar, çıxıqlar, bax. Çıxıq demiş, yəni çiyin oynağının çıxıqları çox belə bəsit yanaşılmamalı bir durumdur. Nə üçün? Çünki çiyin oynağı çıxan zaman adətən çiyin oynağında daha çox çıxıqlar önə doğru baş verən çıxıqlar olur. Və çiyin oynağı çıxan zaman düşünün, bütün bu çiyini təşkil edən bütün əzələ və vətər, yəni ümumiyyətcə kapsulun özü bir deformasiyaya uğrayır. Və az öncə qeyd etdiyi anatomiyasında çiyin oynağı glenoid deyilən bir kürək sümüyünün çıxıntısının önündə hərəkət edən bir oynağımızdır. Və bu glenoid labrumunda, yəni onun kənarlarında dodaq dediyimiz, labrum dediyimiz bir hissənin çiyin oynağının yırtıqları zamanı, daha doğrusu çıxıqları zamanı yırtılmaq təhlükəsi olur. Və çiyin oynağı
çıxıqlarının reduksiyasından sonra, yəni yerinə salınmasından sonra, oynağın bərpasından sonra mütləq şəkildə ən azından bir 4-6 həftə müddətində ora bir hərəkətsizlik verilməlidir. Oynağı yerinə taxan kimi adətən çiyin oynağında ağrılar dərhal keçir. Yəni xəstə təsəvvür edin, çıxıqla müraciət edib, ağrı çox şiddətlidir. Amma oynağı reduksiya edən kimi, yerinə salan kimi artıq bitdi. Ağrı demək olar ki, sıfıra yaxınlaşır. Və bundan sonraki dövrdə mütləq şəkildə qoruma, yəni oynağı bir velpo bandajı və ya bəsit çiyin qol askısı ilə mütləq şəkildə hərəkətsizlik vermək lazımdır ki, oynağın ətrafındakı anatomik strukturlar bərpa oluna bilsin. Bunlar olmadığı zaman xəstə hərəkətə davam edir və o sağalma baş vermədiyi üçün bir müddət sonra çiyində həmin çıxıqlar təkrarlana bilir. Və çıxıqlar bəzən mən xəstə görmüşəm ki, özü çıxığını özü reduksiya eləyə bilir və bəsit bir paltarı əynindən çıxartma hərəkətində, bir tişörtü soyunma hərəkətində askıranda belə. Bəli, çiyin oynağı yerindən çıxır və bir müddətdən sonra artıq yaşanılmaz bir duruma gətirib çıxardır. Yəni, gündəlik həyat keyfiyyətini etkiləyən bir vəziyyətə gətirib çıxardır. Təbii ki, idmançılarda biz daha çox erkən o adəti çıxıqlarda əməliyyatı seçirik. Amma fiziki aktivasiyası aşağı olan şəxslər adəti çiyin çıxıqlarında əməliyyata o qədər də üstünlük təşkil etmirlər, vermirlər daha doğrusu. Amma dediyim kimi bir müddətdən sonra artıq çıxıqlar elə bir tez intervallarda baş verməyə başlayır ki, artıq məcbur adəti oynaq çıxıqlarının əməliyyatını biz icra edə bilirik. Bu əməliyyata qədər olan zaman nə qədər olmalıdır doktor? Çünki insan var ki, bəlkə uşaqlıqdan o vəziyyəti yaşayır, amma hələ də əməliyyatdan yayınır. Yəni, bu adəti çıxıqlar həmin o oynaqda nə kimi problemləri qabarda bilər? Təbii ki, hər dəfə baş verən çıxıq oynağın o həmin kapsula bağ aparatını zədələməyə başlayır. Yəni, bu oynaq, bəli, bu oynaq bir kapsulun içərisindədir, bir qapalı bir strukturdur. Hər dəfə baş verən çıxıq, xüsusən də anterior ön çıxıqlar həmən bəhs etdiyim bu kürək sümüyünün oynaq səthi hansı ki, burada görsənmir, onun önündə bir labrum dodaq dediyimiz hissəni hər dəfə zədələyir. Və artıq o zədələnəndən sonra çiyin oynağında da əzəllər biraz zəifdirsə əgər, onu saxlayan ön tərəfdən heç nə yoxdur. Və o bəsit bir hərəkətlərdən çox sadə şəkildə çıxa bilir. İdmançılarda biz bunu qarşısı alımdandır. Yəni biz bunu necə deyim, yol verilən deyil ki, sən uzunca bir müddət adəti çiyin çıxığı ilə davam et, xüsusən professional məşğul olan idmançılar. Çünki bu adamın işi budur. Yəni bir güləş, bir idman seremoniyasının ortasında çiyinin çıxındığını bir düşünün. Yəni çıxdısa bitdi, yəni artıq bu adam güləşə bilməz və yaxud da ki, hər hansı bir başqa bir idman növündən məşğul ola bilməz. Ona görə də adəti çiyin çıxıqları idmançılarda biz mütləq şəkildə əməliyyatla bərpa edirik. Və çiyin çıxıqlarının əməliyyatları bankart əməliyyatı və laterjet dediyimiz ən çox iki əməliyyat növü ilə həyata keçirilir və son çalışmalar, ən son araşdırmalar bankart əməliyyatı, daha doğrusu laterjet dediyimiz əməliyyatın daha uğurlu olduğunu göstərir. Biz bu zaman nə edirik? Bu dimdik, deməli, korokoid dediyimiz dimdik çıxıntını kəsib çiyin oynağında labrum dediyimiz, yəni yırtılmış hissənin önünə transfer edib 2 dənə şurupla onu şurupluyuruq ki, artıq müvəqqəti olur o? Müvəqqəti olmur, daimi şəkildə, bəli. Çünki az öncə dedim, o qədər adətən çıxıq baş verir ki və o həmin glenoid labrumun dodağın, yəni oynağın önündə onu saxlayan heç bir şey olmur. Biz məcburuq ya bankart əməliyyatı dediyimiz əməliyyatla ora xüsusi implantlar qoyaraq həmin dodağı bərpa eləyək və yaxud da ki, laterjet əməliyyatı ilə korokoid çıxıntını buradan kəsib götürüb oynağın önünə qoyub şuruplayaraq adəti çıxıqların qarşısını əməliyyatla almış oluruq. Ayın 12-si hardayıq? Aprelin 12-si biz bilirsiniz hər zaman ayda bir dəfə, 3 həftədən bir daha doğrusu Bərdədə yerləşən Qarabağ klinikində xəstələrimizi qəbul edəcəyik. Bərdə və təbii ki, ətrafdakı rayonlar kim istəsə ortopedik travmatoloji istənilən problemdə uşaq böyük fərqi yoxdur. Aprel ayının 12-si Bərdə Qarabağ klinikasında bizə müraciət eləyə bilər, xəstələrimizi qəbul edəcəyik. Doktor, mən təşəkkür etmək istəyirəm. Xoş oldu sizinlə söhbət. Minnətdaram gəldiyinizə görə. Çox sağ olun.
Bir daha xatırladım. Həkim qonağımız travmatoloq ortoped İlkin Əlizadə idi. Sualları olanlar varsa telefon nömrələrini qeyd eləyin. Həkimlə əlaqə yaratmaq mümkündür. Efirimiz davam edir. Nəzərinizə çatdırım, studiyamızın həkim qonağı, cərrah, mama ginekoloq, uzman həkim Sevil Arif qızıdır, bizim sevimli həkimlərimizdəndir. Uzun illərdir tanıdığım və belə deyərdim ki, savadına, peşəkarlığına qibdə etdiyim həkimlər sırasındadır. Bunu xüsusilə demək və vurğulamaq istəyirəm. Çünki sonsuzluğun müalicəsini o qədər mükəmməl şəkildə aparır ki, neçə-neçə ailələrin üzünü güldürüb, neçə-neçə ailələrin sevinci olub. Təbrik edirəm buna görə və xoş gördük sizi Sevil xanım demək istəyirəm. Necəsiz? Biz yaxşı. Sizin də verilişinizə xoş gəldik. Uzun zamandır gəlmirdik. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdaram. Qeyd elədiyim kimi sonsuzluq var, olub və bundan sonra diləyək ki, olmasın. Amma yenə də sonsuzluğun müalicəsində bir çox faktorlar var ki, bunları vurğulamağınızı istəyirəm. Sizin çalışdığınız, fəaliyyət göstərən o mərkəzdə nə kimi işlər görülür, necə nəticələr əldə olunur? Buyurun. Belə deyim, sonsuzluq günü-günə artır. Yəni biz görürük ki, ailələrimizin 10 ailədən, yeni başlayan ailədən, cütlükdən əvvəllər 7-si normal hamiləlik əldə edirdilərsə, indi cəmi 3-ü normal bir hamiləliklə bu evliliyini davam edirlər və digər cütlüklərə biz artıq kömək eləmək məcburiyyətində qalırıq. Sonsuzluğumuzun artması nədən səbəb olur? Yəni daha çox məncə yediyimiz, içdiyimiz qidalardan olur və təbii ki, bir insanların həyat tərzindən də çox şey asılıdır. Sonsuzluğu gətirib çıxardan həm kişi sonsuzluğu, həm qadın sonsuzluqları var və bunların faktorları da təbii ki, bunların səbəbləri fərqlidir. Kişi sonsuzluqda bizim iləri getdiyimiz, yəni yeniliklərimizdən biri nədir? Əgər kişi hücrəsində hərəkətsizlik varsa, hələ də biz əməliyyatla əldə etmişiksə bu hücrələri, çoxu hərəkətsiz olur və hərəkətsiz olduğu üçün yumurtanı dölləyə bilmir düzgün bir şəkildə. Morfoloji olaraq pozğun olanlar, DNK-sı pozğun olan hücrələrin sayı çox olur bu xəstələrdə. Biz bu xəstələrə çip tətbiq edirik. Yəni çip nə deməkdir? Bəlli bir cihazdır. Bu cihazdan biz kişi hücrələrini keçirdirik və cihazın sonuna qədər gəlib çatan hücrələrin DNA-sı daha az zərər görülmüşləri olur və bunların dölləmə gücü daha çox olur. Məcburuq onu eləməyə. Yəni, əgər dölləmə alınmırsa, birinci, ikinci dəfə dənəmələrdə alınmırsa, biz məcburan bunu edirik. İncələməlisiniz. Bəli. Hansı bir aktivdirsə? Ən aktivlərini seçdiyimiz üçün biz məcburan bundan keçirdib, bir də bu dənəmələrdən çox şey asılıdır. Yəni, bizdən öncə hər hansı bir mərkəzdə müalicələr alınıbsa və müalicələrin nəticəsi negativ gəlibsə, biz səbəbini araşdırıb DNK-sı pozğun olan hücrələri tapırıq, kişi hücrələri. Bu DNK-sı pozğun olan hücrələr təbii ki də dölləyə bilmir hücrəni, qadın hücrəsini və hamiləlik düzgün bir şəkildə əldə edə bilmirik. Məcburən biz çip üsuluna keçirik və çip üsulu ilə də biz normal hamiləlik əldə edirik. Yenə də nə qədər incəlik var, nə qədər faktorlar var. Əsas məsələ bizim bəhs etdiyimiz, yəni Allah Taala elə mükəmməl bir orqanizm yaradıb ki, bir cütlük dünyaya övlad gətirməsi üçün hər ikisinin toxum hüceyrəsi görüşməlidir. Bəli. Və bu görüşmə boruda baş verir. Yəni ən böyük problem boru keçməzliyi və ya olmaması, boru keçməzliyi bir səbəblərdən biridir. Yəni yox, səbəblərdən biridir. İndi sizin bəhs elədiyiniz də səbəblərdən biridir. Bəli. Bu artıq amma daha sizə gələn pasiyent, sizə gələn ailə fərdi nəticə itibarilə sonsuzluqla gəlir. Siz orada nə qədər müayinələr aparırsınız? Necə incəliklə aparırsınız ki, məhz DNA pozğunluğunu aşkarlayırsınız, boru faktorunu aşkarlayırsınız? Kişi tərəfi də yoxlanılır bu işdə, qadın tərəfi də yoxlanılır və kişi tərəfi yoxlandığımızda biz ən basit spermoqram testinə baxdığımızda artıq daha iləri bir testə ehtiyac varmı yoxsa yoxdur, orada görürük. Bir də deneyimlərdən asılıdır. Bir də bu xəstənin keçirdiyi əməliyyatlardan, keçirdiyi həyatdan, keçirdiyi müalicələrdən çox şey bizə verir. Ona görə anamnezi xəstələrimiz bizə nə qədər düzgün versə, biz o qədər düzgün işimizi qururuq. Yəni mərkəzlərin çoxsunda da belə deyim, anonim olaraq saxlamağını istəmirik. Yəni nə prosedur olunubsa,
bizə deyilsin, xəstə tərəfindən də deyilsin, xəstəyə də bildirilsin ki, biz növbəti prosesdə bu keçmiş negativ səbəblərdən uzaq duraq, yəni düzgün bir şəkildə eləyək bu işi. Sizin qeyd elədiyiniz kimi, əgər sperm sayı azdırsa, hərəkətlisi azdırsa, müəyyən problemlər yaşanırsa, bunun müalicə ilə mümkünlüyü Bəzi səbəblər var ki, müalicə olunur, kişi səbəbləri, bəzi səbəbləri müalicə olunur, amma bəzi xəstəliklər var ki, onu artıq müalicə eləmək mümkün deyil. Genetik xəstəliklərdən tutmuş, yaxud da hücrə əmələ gəlmə xəstəliyinə qədər, yəni bunlar artıq biz heç nə eləyə bilmirik və xəstəyə istər ekstrakorporal müalicəsi olsun, istər normal bir hamiləlik əldə etmək mümkün deyil deyə bilirik. Düzdür, biz bunu demək çox ağırdır bizim üçün, xəstə üçün də, amma çox belə xəstələrimiz yox, çox deyil. Yəni biz maksimum əldə etdiyimiz, yəni belə deyim, maksimum çalışırıq ki, xəstələrimiz bizdən əli boş, qucağı boş getməsin. Amma təbii ki, elə olur ki, bizdə də alınmır, yəni tibbdə də alınmır. Bugün yüzdələrə bölsək, sonsuzluqla bağlı müraciətlər sırasında səbəb kimi, səbəbi bəlli olmayan daha çox, 25% odur. Kəlimə keçir, 25%. 25%. Bu da az deyil, 100 nəfərin 25-i səbəbi bəlli olmayan, baxırsan hər şey yerində, qaydasında. Hər şey yerində, biz də gördüyümüz, hər şey yerində gördüyümüz bu böyük bir şeylərdir. Yəni yumurtalığı görürük, içində folikulu görürük, amma hücrə varmı yoxsa yoxdur, onu görmürük. Kişi hücrəsini görürük, amma DNK-sı necədir, dölləmə gücü necədir, onu görmürük. İkinci tərəf borusunun keçib-keçmədiyini görürük, amma içindəki o, belə deyim də, risniçkalar var ki, hücrəni sağa-sola itər kipriciklər, onlar işləyirmi, işləmirmi, onu görmürük. Yəni bizim kobud gördüyümüz şeylər var və bunlarda normal hər şey gördüyümüzdə hormonal tərəfi də. Bunlar hamısı kobud işlərdir və bunu kobud bir şəkildə biz görürük, deyir ki, hər şeyiniz normaldır. Sizə səbəbi bilinməyən sonsuzluq diaqnozu qoyulur. Amma məsələn, ekstrakorporal müalicədə biz hücrələri birləşdirdiyimiz zaman bu hücrələrin birinci yumurtanın keyfiyyəti olmadığını görürük. Yaxud da kişi hücrəsinin dölləyə bilmədiyini görürük. Yaxud da əmələ gələn embrionların zəif böyüdüyünü görürük. Düzgün bölünmədiyini görürük. Siz özünüz nəzarət edirsiniz embriyoloqla bərabər. Təbii ki. Yəni bu müştərək bir işdir. Xaricdən hər hansı bir müdaxilə gərəkdirir belə olanda? Lazım olanda bəli. Bəzən olur ki, embrionların kapsulları çox qalın olur və içindəki hücrələr düzgün bölünə bilmir. Biz o kapsullarını lazerlə incəldirik ki, düzgün bir şəkildə embrion... Neçə gündə bölünməsini gözləyirsiniz? Yəni 5 günə qədər çatdırırıq. Neçə hücrə olur? 5 hücrə, artıq o hücrə olmur, artıq o içindəki hücrələrin sayları dəyişir. Bir hissəsi dəri hissəsini verir, bir hissəsi daxili orqanları verir, bir hissəsi nevrolojik orqanları verir. Ya bunların hamısı artıq ayrılır. Blastosist dediyimiz yer içəri su yığılmış və hücrələri dəyişilmiş, funksiyaları dəyişilmiş bir hücrədir. Adətən 3 günlüklərdə də olur. 3 günlüklərdə biz artıq 8 hücrə gördüyümüzdə 8-10 arası normal böyüyən embrion deyirik. Amma 3 günlük halı ilə bu embrionun hücrə sayısı 4-dür, 5-sə demək bu zəifdir. Demək burada bir problem var və embrionların böyümə gününə görə biz problem kimdədir deyə bilirik. Məsələn, 3 günlük halına əgər embrion gəlmirsə, düzgün bölünmürsə, yavaş bölünürsə, bunu biz hücrənin, qadın hücrənin yetərsizliyi olduğunu deyirik. 3 günə qədər gözəl gələn embrion və sonradan 5 günə qədər çatdırmayanda özünü, biz artıq deyirik, burada kişi hücrənin problemi var və kişi hücrəsi böyüdə bilmir. Çünki 3 günə qədər qadın hücrəsi böyüdür embrionu, 3 gündən sonra kişi hücrəsi. Zamanında deyəndə ki, qarşı tərəf yoxlanmalıdır, üsyan qaldırırlar. Bəli. İndi şükür ki, hər iki tərəf gəlir yoxlanmağa. Çünki nəhayət ki, biz bunu başa düşmüşük ki, 50-50-yə problem varsa, qadın tərəf yoxlandığı qədər, əgər müalicə tələb olunursa, müalicə qəbul etdiyi qədər, qarşı tərəf əks cins də bir o qədər müayinəyə gedib müalicəsini almalıdır. İndi gələn xəstələr artıq çoxsu maarifləndirilmiş gəlir. Yəni bizim verilişlərdən, oxuduğu Instagram paylaşımlar araşdırırlar. Efirlərdə də danışılır. Və artıq maarifləndirici şəkildə gəlirlər və bizim nə etdiyimizi, nə üçün bunu eləmədiyimizi, sizə hansı üsulu tətbiq elədiyimizi onlar artıq bilirlər. Yəni biz təklif elədiyimizdə artıq bilirik, doktor, siz buna görə bunu eləyirsiniz deyirlər. Artıq o 3 gün ərzində döllənmə sırasında biz başa düşürük ki, qadın faktoru, yoxsa kişi faktoru, hardasa bir fikir formalaşdırırıq. Eyni ilə də bu fikir sizə anamnez sırasında da
Bəli, gəlir. hətta belə Artıq deyim, orada da bizim siz təyin ekstrakorporal müalicə uğursuz olsa belə bu siklda biz bilirik ki, səbəb hardadır. Çünki biz embrionların böyüməsini görürük. Mikroskop altında bunu görürük. Təbii bir şəkildə bunu görmək mümkün deyil. Ona görə içəridə nə baş verdiyini bilmirik. Hamiləlik nə səbəbdən əmələ gəlmir bilmirik. Amma bu üsulla mikroskop altında gördüyümüz üçün biz harda problem var və necə düzəldə bilərik, necə kömək eləyə bilərik onu görürük. Və burada səbəbi bilinməyən sonsuzluqların bir 70%-nə düzgün diaqnoz qoyuruq. Hə, artıq çözüm tapırsınız. Çözüm tapılır. Amma yox, burada bir müdaxilə eləyim icazənizlə. Çünki hər şey elə iki toxum hüceyrəsinin birləşməsi deyil axı. Siz bu incəlikləri daha gözəl şəkildə, yəni iki toxum hüceyrəsini görüşdürdüm, bununla iş bitmir. Yox, təbii ki, Onun mediumların orqanizmə da tutulması var, onun orada böyüməsi var, onun sağlam şəkildə böyüməsi var. Bir də bizim istifadə elədiyimiz anamnezdən başqa istifadə elədiyimiz mediumlar da fərqlidir. Məsələn, elə bir xəstə var ki, embrionları düzgün gəlir çatır, amma içəri verdiyimizdə endometriuma yapışmır, yəni devam elətdirmir. Biz onun üçün də fərqli bir mediumlar istifadə edirik. Yəni birisi embriogen dediyimiz bir mediumdur. Onun içindəki tərkibində olan maddələr embrionun tutulmasını artırır. Bir düzgün bölünməsini, ikincisində tutulmasını artırır. Zərəri ola bilərmi həmin o embriyona? O aktivləşdirən bir mediumdur. Onu hər kəsə də olunmur. Yəni embrionlar düzgün bölünürsə onu istifadə eləmirik. Amma bir dəfə, iki dəfə dənəmələr olub və 5 günə qədər çatan embrionu transfer elədiyimizdə hamiləlik baş vermirsə, biz bu şəkildə köməklik bir şəkildə bu mediumları istifadə edirik. Hətta dediyim kimi kişi hücrəsini aktivləşdirən mediumlarımız da var ki, hücrəsi var, amma immotildir, yəni hərəkətsizdir. Biz onu da istifadə eləyərək daha aktiv bir şəkildə gətiririk və döllənmə əldə edirik. Doktor, deyirəm, həddindən artıq aktivləşər, sonra dur bir xəstə mənə dedi ki, doktor, bu aktivləşdirəndən sonra, uşaq doğulandan sonra hiperaktiv olurmu? Dedim, yox, ondan bir asılacaq. Yox, mən o sualı verməzdim. Ümumiyyətlə, bax, o böyümə sırasında həddindən artıq böyüməsi, bölünməsi, kontroldan çıxma ehtimalı, siz bilirsiniz. Həddindən artıq böyüyən hücrə də düzgün deyil. Hə, onu deyirəm. Yəni, hər kəs, hər bir böyümənin mənə hələ özünə görə... daxili inkişaf maraqlıdır. Sonrası sonraya aiddir. Yəni, bətinə qədər, yəni biz ora qoyana qədər zaten o qədər mücizəli şeylər əmələ gəlir ki, olur ki, biz onu mikroskop altında görürük. Dediyim kimi, çox ginekoloq bunu görmür. Və biz çox şanslı bir adamıq ki, ginekoloq həkimik ki, biz insanın yaradılışını görürük. İnsanın ilk gündən yaradılışını görürük. Məndən fərqli olaraq digər ginekoloq həmkarlarım hamiləlik baş tutandan sonraki vəziyyəti görürlər. Yəni, hamiləlik təqibində görürlər bu işi. Biz amma hücrəsəl halından görürük. Bu iki hücrənin birləşməsini görürük. Düzgün bölünməsini. İlk hücrəsi ilə mən bunu görürəm artıq. Mən bu uşağı görürəm. Və gələcəkdə artıq hamiləlik baş tutandan sonra, qutarandan sonra, uşağı qucağıma alandan sonra deyirəm ki, bu iki hücrədən başlamışdıq. Yəni, mən onu artıq iki hücrədən tanıyıram bu uşağı. Doğum sırasında siz özünüz olursunuz, yoxsa başqa yerlərdə tercih edilir? Xəstələrimiz, xaricdən də gələn xəstələrimiz olur, bölgələrdən gəlib xəstələrimiz olur, çox gedib gələ bilmirlər. O xəstələrə qaldıqları yerdəki həkimlər təqib edirlər, amma xəstələrimizin çoxusu başladığı yerdən də qalırlar ki, doktor, biz sizə güvənirik, biz bu uşağı hamilə qaldıqsa sonuna qədər də bizə verin qucağımıza, biz elə gedək. Bu şəkildə olur. Yəni, xəstələr bölgələrdən, Naxçıvandan belə ayda bir gəlib gedirlər, Gəncədən belə gəlib gedirlər, Goranboydan gəlib gedirlər. Bu uzun yolu həkimə gəlsin deyə gedib gəlirlər. Yenə də adı üzərində müalicə. Nəyin müalicəsi? Sonsuzluğun müalicəsi. Burada sadəcə dünyaya gələcək körpəni, onu necə gətirəcəyimizi deyil, özümüzü də düşünməliyik. Çünki əgər o hamiləlik baş vermirsə, demək ki, sağlamlıq yerində deyil. Onu həm bərpa etməliyik, həm sağlam şəkildə hamilə qalmalıyıq, eyni ilə sağlam şəkildə hamiləliyi yürütməliyik və nəticə itibarilə uşaq dünyaya gələndən sonra da orqanizmdə də müəyyən dəyişikliklər getməsin. Çünki hormonal dizbalans və s. bütün bu kimi problemlər baş qaldırması. Məhz ona görə həmişə deyirəm ki, sonsuzluq mərkəzlərinə müraciət edəndə diqqətli olun, baxın, görün hansı mütəxəssis yanına gedirsiniz. Bugün sonsuzluğun deyirik səbəbi bəlli olmayan, amma səbəbi bəlli olan artıq çəkidən tut, endometriozis, yumurtalıq faktoru, boru, uşaqlıq, çox faktorları vurğulamaq olar ki, bunun müalicəsini aldığımızda belə bəzən
yəni təbii fizik. Mən xəstələrimə deyəndə ki, hamiləlik baş artıq tutur. çəki bizə zərər verir. Qızlarımız biraz ciddiyyətə almırlar məni. Amma artıq çəki bir verdiyimiz dərmanların qəbulunu bədən düzgün bir şəkildə qəbul eləmir. Bizə verdiyi yanıt düzgün olmur. Qonşum da mənim kilomdaydı, 3-ünü doğub kimi. Amma hər kəsin bədəni fərqlidir. Kilonun çox olmağı vaxtından əvvəl doğuşa, vaxtından əvvəl inkişafdan qalmağı, düşüklərə səbəb olur. Biz hamiləlik əldə etsək belə, bu qədər böyük bir işlər görüb, hamiləlik əldə etsək belə bizim bir kiloya görə o uşağı itirmə ehtimalımız var. Ona görə qızlarımız, müalicəyə ana olmaq istəyənlərimiz biraz daha fiziki aktiv olub və kilolarını normaya gətirsinlər. Müəyyən hormonlar var ki, onların belə tətbiqi, qan sulandırıcı dərmandan tut, bir çox müalicəvi effekti olan dərmanların təyini, eyni ilə də həkimin dediklərinə riayət etməklə düşünürəm ki, çox sağlam şəkildə bəbişləriniz ola bilər. Ola bilər. Bizim bu qan sulandırıcı preparatlar istifadəsi mənə elə gəlir ki, Azərbaycanda pik nöqtədədir. Pik nöqtədədir. Yəni, belə deyim də, bir uyuşturucu istifadə edən insanı uyuşturucudan əl çəkdirə bilərsin, amma qan sulandırıcı istifadə edən bir hamiləni o qan sulandırıcıdan istifadəsindən qoparda bilmirsən. Lazım oldu, yəni, olmadı. Lazımsızdır, yoxsa çoxsu lazımsızdır. Gərəksiz istifadələr. Çoxsu gərəksizdir. Gərəksizdir. Yəni, çünki onların özəl bir testləri var. Sadəcə qanım tez laxtalandı, biz damcı ilə, dəqiqə ilə baxıldı, qanım tez laxtalandı deyə qan sulandırıcı istifadəsi vermək olmaz, yəni istifadəyə başlamaq olmaz. Onun özəl bir testləri var. Özəl testlərin 2 növü var. Biri genetik yatkınlığı olan bir testdir. İkincisi də gerçəkdən indi bu adam xəstəliyi keçirdir və bunda o tromb əmələ gəlmə ehtimalımız yüksəkdir. Buna vermək lazımdır. Amma bizdə o lazımsız bir şəkildə çox sayda istifadə olunur. İndi biz hal-hazırda hamilə qalacaq xanımlardan danışırıqsa, hamiləlik müddətində bunun verilməsi, çoxu göstəriş olan gərəksizdir. xəstələrə görə. Göstəriş başqa. Amma belə deyim, statistik olaraq bunların cəmi 10% iş keçmir. Amma bizim istifadə eləmə sayımız 70-i keçir. Doktor, bilirsiniz də, ümumiyyətlə bu sonsuzluğun müalicəsində bu mərkəzlər açılmadan öncə belə ən çox qadınları, xanımları nədən qorxurdu? Qanın laxtalanır. Sanki hamilə olduğu unudulurdu. Bu axı normaldır. Normalda qan laxtalanır hamiləlik zamanı. Əgər genetik olaraq bir yatkınlığınız varsa, baxdığımız şey nədir? MTFR, trombofili paneli. Əgər orada yatkınlıq varsa genetik olaraq, o zaman hamiləlik zamanı da bu artır, tromb atma ehtimalımız var. Amma bu demək deyil ki, onun da özünün dəyərləri var, özünün test, yəni trombofili panelin belə testin içində bəzi göstəricilər artıq dünyada zərərsiz hesab olunur və ona da qan sulandırıcı istifadəsi məsləhət görülmür. Antifosfolipid sindromu, kardiolipinlərin, antikardiolipinlərin yüksəkliyi aktiv bir şəkildə onlara verə bilirik. Çünki onların tromb atma ehtimallarımız yüksəkdir və bu şəkildə o xəstələrə verə bilirik. Amma bunun dediyim kimi 3 böyük xəstəliyin hər biri 3-ə bölünür və onların cəmi birində biz Kleksana yaxud da başqa bir qan sulandırıcı iynələrinə başlaya bilirik. Çox az miqdardadır. Amma biz onu demək olar ki, hər xəstədə görürük ki, qan sulandırıcı istifadə olunub. Embrionun uşaqlığa yerləşdirməsi, transferi. Yox, transferi yox, yapışması deyək ki, daha yaxşı aydın olsun. Yəni, o neçə gün, neçə saat çəkir? 10 dəqiqə içində. Bu sualı hər görüşdüyüm həkimə 10 dəqiqə içində. Bizim qızlıq, bəli, xəstələr transfer sonrası günlərdir yataqdan durmur ki, birdən düşər, birdən nə olar? Yox, 10 dəqiqə içində yapışdı. Kapsuldan ayrılır, yəni kapsuldan çıxır və qadının endometriuma yapışır 10 dəqiqə içində. Ondan sonrasını niyə ehtiyatlı olun deyirik? Yapışıb ora və uşaqlıq sirkələnməsin, ağır iş görməyin, ağır şey qaldırmayın. Ondan sonra çox atıb tutan bir şeyə minməyin. İstirahət edin ki, tutan yerdən qopmasın. Bu qədər. O da yəni aktiv həyat sürməyin deyirik. Amma demirik ki, siz mütləq yataq rejimi olmalısınız. Bəzən qızlar olur ki, pasteldən qalxmırlar, yemək içməyə belə yataqda, sadəcə ehtiyacları üçün qalxırlar. O çox böyük psixoloji olaraq bir travmadır insanlar üçün, qızlar üçün. Yenə də Sevil xanım, onun tutulması üçün o mühiti
hazırlamaq lazımdır da. O mühiti necə hazırlayırsınız? Onu biz 10 gün önceden hazırlayırıq. 10-15 gün önceden O hazırlayırıq. zaman Özel yumurta dərmanlarla. toplamadı və s. bütün bunları planlı şəkildə eləyirsiniz Eləyirik, təbii ki, ki. zəmin hazırlanır, orada yetişdirilir, dörlənmə, daha sonra transfer. Bütün bunlar biri digərini Bütün işlemlerin növbələşdirir. hamısını bədəndəki olan hormonal balansı biz öz üzərimizə alırıq. Yəni biz hormonal olaraq bu qadını idarə eləyirik. Vaxtında istədiyimiz zaman yumurta böyüdürüb alırıq, istədiyimiz zaman bu xəstənin uşaqlığın içini hazırlayırıq və tutma saatını ayarlayırıq. Yəni bütün qadının hormonal sistemi, döllənmə sistemi Kontrolunuzda olur. hamısını alırıq öz kontrolumuza. Təbii arada Qorxmaq yumurta lazımdır sizdə. toplama zamanı çox problem yaşamırıq. Amma embrion köçürtmə zamanı, o endometriumun hazırlıq zamanı biz bəzən çox problemlər nə yaşayırıq. kimi problemlər? Endometrium qalınlaşmamağını, hormonların birdən-birə yüksək olmağı, bizim verdiyimiz dərmanlara cavab verməməyi. Belə bir xəstələrə biz natural siklus gedirik. Natural siklus nədir? Biz müdaxilə eləmirik. Qadının öz bədənində necə ki yumurta böyüyür, folikul çatlayır və folikul çatlayandan sonra deyirlər bəzən sarı cisim. O sarı cisim olduğu andan itibarən biz sayırıq. Qadının normalda 5 gün, 3 gün Bu içərisində... qadınlar sizin yanınızda stasionarda yatır, yoxsa yatmırlar. gediş-gəliş hər Gediş-gəliş gün olur qarşılaşırsınız? və biz bəlli bir günləri təyin edirik ki, bu günlərdə bu xanımın yumurtası çatlayacaq. Çünki görürük, hormonun yüksəliyinə görə görürük. Gəl o günü yoxlayaq. Həmin o günü biz tuturuq çatlatma gününü və o gündən etibarən necə ki təbii bir şəkildə mayalanma yumurtalığın üstündən başlayır, borularla düşür və o uşaqlığın içində. Bu müddət bir 5 gün çəkirsə, embrionun gününə görə biz o günü sayırıq. Yəni 3 günlük embriondursa biz 3 gündən sonra köçürdürük. 5 günlük haldısa biz 5 gündən sonra köçürdürük. Yəni normal bir şəkildə, təbii bir şəkildə bu qadın nə vaxt hamilə qalmalı idisə, nə vaxt bu embrion uşaqlığın içinə düşməli idisə, biz o şəkildə qoyuruq ora. Elədir. Bəli, və bu olur natural siklus. Və bu yöntemlə bizim hamiləlik faizimiz sanki daha çoxdur. Mən yenə də deyirəm, hər şeyin ifrata varmasından qorxuram. Hər şeyin artıqlığından, o fazlasından qorxuram. Çünki həqiqətən də burada hüceyrə böyüməsindən gedir söhbət. Bunu kontrol altına ala bilmədiyimiz halda nə ola bilər? Hiperstimulyasiya dediyimiz bir fəsad olur və bu fəsadımızın nəticəsində biz xəstəni itirə bilərik. Düzgün bir şəkildə yönəldilməsə bu iş, biz xəstəni itirə bilərik. Ona görə hər kəs iynəni alıb əlinə sağa-sola iynəni vura bilməz. Bu işi bilən lazımdır. Bu işi eləyən və bu təcrübəli insan olmalıdır. Neçə ildir bu sahədəsiz sırf Mən 20 sonsuzluğun ildir. müalicəsində? 20 ildir. Mərkəz neçə ildir fəaliyyət göstərir? Doktor, tanışdığımız neçə ilə dayanır? Bizim artıq mən Azərbaycana 7 ildir buradayam. 7 ildir artıq bu fəaliyyət Azərbaycandayım. Daha öncə Türkiyədə? Daha öncə Türkiyədir. Mənim İraqdakı öz mərkəzim var idi. Orada mən 3 ilə yaxın işləmişəm və davamı Türkiyədə idi. Ondan sonra da Bakıda. Ay, orada da uşaqlar dünyaya gəlir. Orada da bəbişləriniz var. Orada artıq mənim uşaqlarım bir 15-16 yaşındadılar. 2008-2009'lardaydım mən o illərdə. Maraqlıdır. Bu qədər uşaq içində neçəsinin adı sevildi? Sevillərim çoxdur. Çoxdur. Çoxdur, qızlarım çoxdur. Hətta bir sevilim var, atası ilə dalaşmışdıq. Ondan sonra gəldi ki, qızımın adını sizi qoymuşum. Deyəndə barışdıq, yaxşı. Embrionda xromosom anormallıqları, anomaliyaları sizdə əvvəlcədən orada görülürmü? Bəli, Yoxsa görülür. onu da təklif edirsiniz ki, müayinə eləyək? Bu da bəlli bir ücret tələb Bəlli edirmi? xəstələr var ki, genetik problemlərdən dolayı hamiləlik baş tutmur. Genetik problemli olan xəstələrə də bizim embrionları köçürtmədən öncə genetik yoxlayıb sağlamlarını seçib köçürtmə şansımız var. Və günü-günə bizim bu genetik yoxlanışlar, genetik yöntəmlər, yoxlama yöntəmləri günü-günə artır. Bəzi xəstəliklər var ki, bir növ genetik yoxlamadan görülür. Bəziləri var ki, digər növdən görünür. Ona görə də biz xəstəyə uyğun testləri seçirik və xəstəyə uyğun bu testlərlə sağlam bir uşaq tapıb, embrion tapıb köçürdürük və bu ailəyə sağlam bir uşaq bəxş edə bilirik. Bəzən olur ki, xəstələrimiz dəfələrcə dənəmələri olur, ekstrakorporal müalicələrdən keçiblər, amma hamiləlik əldə etmirlər. Biz embrionları köçürtmədən öncə genetik yoxladığımızda bunların çoxsunda problem görürük və içindən yenə də sağlamını seçib, köçürdüb sağlam uşaq əldə edirik.
Doktor, təşəkkür etmək istəyirəm Mən gəldiyinizə təşəkkür görə. edirəm. Saatlarla dinləyərəm, görüm hələ bu işin ötəsindən necə gəlirsiniz. Çox maraqlı bir işdir. Hər şeyi dəyərləndirmək, hər şeyi doğru şəkildə müayinəsini aparıb və müalicəsinə başlamaq doğrudan da böyük ürək istəyir, böyük məharət istəyir, böyük savad istəyir, təcrübə istəyir. Alqışlayıram və bir Çox daha sağ olun. təbrik edirəm ki, çox doğrudan da bu istiqamətdə yüksək nəticələr əldə edirsiniz. Yenə deyirəm, sonsuzluq mərkəzinə müraciət edə bilərsiniz. Həkim seçimində yanılmayın. Hər zaman ölçün, biçin, götür, qoy eləyin. Bilmirəm bu ifadəni necə işlədim. Hər zaman araşdırın. Həkiminizi araşdırın. Çünki bəzi mərkəzlərdə həqiqətən də doğru olmayan müalicələr təyin olunur ki, bunu mən yox, elə həkimlər öz kolleqalarının adını çəkməsələr də dilə gətirir. Niyə? Çünki əziyyət çəkən bizlərik. Əziyyət çəkən, sonsuzluqdan əziyyət çəkən qadınlardır. Ana ola bilməyən xanımlardır. Ata olmayan insanlardır. Doktor, təşəkkür edirəm. Mən təşəkkür Xoş edirəm. oldu sizinlə Mənə də, söhbət. mənə də. Minnətdaram. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, telefon nömrələrini qeyd eləyin. Studiyamızın həkim qonağı, cərrah mama ginekoloq və deyərdim ki, sonsuzluqda öz sözünü demiş həkimlər sırasında olan Sevil xanım Arif qızı. Təşəkkür edirəm, xoş Mən oldu. də sağ olun. Efirimiz davam edir. Nəzərinizə çatdırın. Parazitalgin məhsullarının sponsorluğu ilə Həkimsən verilişinə baxırsınız. Şərbət uşaqlara görə, kapsula böyüklərə görə antihelmin çayları da eyni zamanda var. Qurd əleyhinə vasitələrdir, məhsullardır. Nərgiz Tibb Mərkəzinə müraciət etməklə əldə etmək olar. Çəkinin yaş normasından geri qalması, iştahsızlıq, ürək bulanma, qusma, ağızdan suyun axması, ishal və qəbzlik, yuxunun pozulması, dişlərin qıcanması, öskürək və bu kimi əlamətlər qurd xəstəliklərinə aid ola bilər. Olmaya da bilər. Məhz ona görə Nərgiz Tibb Mərkəzinə müraciət edirsiniz. Ətraflı müayinələrdən keçdikdən sonra dediyim əlamətlər başqa xəstəliklərdə də olduğuna görə bəzən insanlar müalicəni tam şəkildə ala bilmir. Məhz ona görə Nərgiz Tibb Mərkəzinə müraciət edin. Parazitar xəstəliklər varsa, ətraflı müayinələrdən sonra həkim tərəfindən təyin oluna bilər. Qurd əleyhinə parazitalgin şərbəti. Parazitalgin şərbətin tərkibindəki bitkilər sayəsində qurdların əzələ sistemini tonusdan salaraq, tez bir zamanda iflic olaraq tökülməsinə səbəb olur. Məlahət Qəhrəmanovanın ixtirası əsasında hazırlanan parazitalgin şərbəti orqanizmi intoksikasiyadan qoruyur. Parazitalgin 100% təbii. Studiyamızın həkim qonağı Cəlal Hümbətovdur. Nevrolog, kastapraf, zərbə dalğası terapiyası üzrə mütəxəssis, alternativ, integrativ təbabət üzrə mütəxəssis. Xoş gördük, doktor. Xoş gördük. Necəsiz? Sağ olun, yaxşıyam. Maraqlı bir o qədər də qəribə sualla başlayacağım. Buyurun. Skalyoz olarsa nə olar? Skalyoz olarsa, deməli, birinci növbədə onurğada əyriliklər əmələ gəlir. İkinci növbədə boy qısalır. Üçüncü növbədə, deməli, onurğanın qidalandırdığı sinirlərlə innervasiya elədiyi sahələrin hamısında pozunluqlar əmələ gələ bilir. Onurğanın özünün də. Onurğanın özünün də, bəli, onurğanın özünün də deməli vəziyyəti gərginləşir. Həm də bütün döş qəfəs orqanları, qarın orqanlarının hamısında problem yaranmış olur. Sağalan xəstəlikdir ümumiyyətlə? Ümumiyyətlə belə bir şey var. Deməli, skalyozun əmələ gəlməsində iştirak edən faktorlar var. Təqribən 15% anadan gəlmə sayılır. Ondan sonra qalanı deyək qazanılmış sayılır. Amma bu qazanılmışların içərisində müəyyən bir miqdar var ki, orada olan destruktiv dəyişikliklər hesabına bu deyək sağalması biraz qeyri-müşkül olur. Amma qalan hissəsi isə, qazanılan hissəsi isə sağalandır. Bəli, o sağalır. Necə olur? Necə olur? Səbəblərindən danışaq. Birinci növbədə deməli, bax, yeni alternativ təbabətdə nəzərə alınır ki, diafraqmanın spazmı var. Diafraqmanın spazmı olursa, diafraqmanın ayağı birinci, ikinci bel fəqərəsinə bağlanır. Spazm olursa, bu həmişə oranı dartmış olur. Dartanda müəyyən vaxtdan sonra ağrılar törədə bilir. Deməli, aşağı bel fəqərələrində, birinci, ikinci fəqərələrdə əgər qreja, protruziya və s. varsa, bu da yenə kompensator olaraq skalyoz verə bilir. Sonra ən böyük faktorlardan biri çanaq əyiləndə bu deməli skalyoz verə bilir. Ondan sonra gələn o xəstəliklər orqaniki dəyişikliklər verən xəstəliklər. Misal üçün, xərçəngdir, sonra tuberkulyozdur, sonra raxitdir və s. bu xəstəliklərdə deməli skalyozlar verə bilir. Onları müalicə etmək biraz deməli o əsas xəstəliyin fonundan asılıdır.
onun vəziyyətindən asılıdır. Amma bu qazanılmış hallarda, saydığım hallarda müalicə etmək asan olur, rahat olur. Niyə görə? Çünki o səbəbləri aradan götürürsən, o səbəbləri aradan götürəndən sonra onurğada biraz da korreksiya eləyirsən, onları eləyəndən sonra bir xeyli xəstələrdə yaxşılaşma baş verir. Bir 10-15 gün içərisində... Elə səbəblər var ki, onları aradan qaldırmaq olmur. Yox, elə mən saydığım səbəblər ki var. Tutaq ki, diaframanın qıc olmasıdır, sonra oradan o yırtıqların olmasıdır, sonra çanağın əyilməsidir və s. Bunları qaldırmaq mümkündür. Biz onu müəyyən dərəcədə qaldıra bilirik, yerinə qoya bilirik və o xəstələr doğrudan da sağalma verir. Amma çalışmaq lazımdır ki, çox vacib bir şey, nüans var. 12 yaşına qədər uşaqlarda, 12 yaşa qədər çox gözəl nəticələr almaq olur. Ondan sonraki hallarda biraz vəziyyət şey olur, amma ki, mütləq nəticə olur. Mən deyərəm deyim də sizə, 63 yaşında bir qadında 4-cü mərhələ, 4-cü skalyoz. Demək olar ki, bir haradasa 70-80% düzəlibdir. Amma belə olur da, bax, burada da gecikmə söhbəti var. Yox, fakt olaraq mən bir söz demirəm. Fakt olaraq mən o xəstəni sizə istəsəz onu... Mütləq istəyəcəm. Neçə yaşında dediniz? 63 yaşında. 63 yaşında. Yaradan səbəblər sırasında nə var? Yaradan səbəblər sırasında... Degenerasiya, o düzələn problem. Yox, osteoporoz degenerasiya düzələn deyil. Axı, mən saydım axı. Mən dedim ki, qazanılanlar düzəlir. O birisilər, xüsusi infeksiyalar, xüsusi xəstələr fonunda onlar düzəlmir. Onlar çətin düzəlir. Yox, mən olanı demişəm. Hə, deməli, bunları korreksiya eləyəndə əməlli başlı düzəlmə almaq olur. Diafragmanın spazmı. Siz ağrıları aradan qaldırmadan müdaxilə edə bilirsiniz, yoxsa məsləhət görmürsünüz? Məsləhət görmürük. Səbəb nədir, doktor? Nəyə görə bilirsiniz, bax belə deyək, əzələnin spazmı varsa, o spazmı götürmədən onurğanın fəqirənin üstündə işləməyin mənası yoxdur. Niyə? Çünki qoyacaqsan yerinə çəkib yenə çıxaracaqdır. Ona görə əzələnin spazmını götürməlisən ki, miofascialni sindrom dediyimizi götürməlisən ki, ondan sonra... Mütləq xəstənin ağrıyan yerdə basmalısan da, doktor. Mütləq. Bu göstəricidir da, bizim üçün yol göstəricisidir. Yox, bilirsiniz nətərdir? Rəma xanım, bu mütləq onu eləməlisən ki, sonra müalicə fonunda yoxlayasan, nə dərəcədə effekti var, o ağrı qalır, qalmır, buraxdı, buraxmadı, necədir? Bax, ona görə skalyozun da deməli dərəcələri var. Tutaq ki, 10 dərəcəyə qədər birinci şey sayılır, birinci dərəcəli, sonra ondan 25-ə qədər ikinci, 25-dən 50-yə qədər 3, 50-dən yuxarı 4-cü mərhələ sayılır. Deyək, birinci, ikinci mərhələdə qazanılmış olarsa, onu düzəltmək xeyli rahatdır, asandır və müalicəyə tabi olur. Burada bir yaş göstərə bilərik, qazanılmış deyəndə. Bəli, yaş artdıqca vəziyyət çətinləşir. Niyə görə? Çünki ona görə ki, deməli, yaş artdıqca qidalanma pozulur, fəqərlərdə dəyişikliklər əmələ gəlir, o dedik ki, protruziyalar və s. yaranır və sümük sərtləşir, ya da ki, biraz da çox yaşlı olanda deyək, bizə ən çox mane olan sümük əriməsi, osteoporoz söhbəti o meydana çıxır, onda çətinliklər əmələ gəlir. Amma dediyim kimi, 12 yaşına qədər uşaqlarda bunu yüksək səviyyədə eləmək olur. Hətta məndə olub belə uşaqlar 12 yaşa qədər döş sümüyündə əyilmələr olubdur. Deyək, skalyozları olub, ikinci mərhələ, onlar hamısı sağalıblar. Burada çox bilirsiniz, bir maraqlı bir cəhət ondan ibarətdir ki, o skalyoz biz deyirik ki, onurğanın sağa və ya sola əyilməsidir da, bir var onurğanın öz təbii kifozu, fizioloji əyrilikləri var. Ancaq ki, bir də var onurğanın yana əyilməsi var. Bunlar olur C şəkilli, S şəkilli, sonra da Z şəkilliyə qədər gedib çıxa bilir. Burada çox maraqlı bir şey var. Onurğa deməli müəyyən müddət əyilir, rotasiya olunur. Bir də deməli necə deyirlər, öz şey ətrafında dönmüş olur onurğa. Onurğa öz fəqərələr dönmüş olursa, bunu da eləmək çox çətindir. Bu mütləq və mütləq cərrahi müdaxilə ilə olunur. O zaman bütün skalyozlarda müdaxilə mümkün deyil deyək. Mümkün, bütün skalyozlarda eləmək olar, cərrahi eləmək olar, amma dediyim kimi qazanılanlarda cərrahiyə ehtiyac qalmır.
eləmək Siz mümkündür. hansı dərəcədə ciddiyə alırsınız problemi? Ciddi ikinci dərəcədən sonra. İkinci dərəcədən sonra. Burada bir rəqəm verə bilərik. İkinci dərəcə deyəndə neçə? İkinci dərəcə deyəndə dedim də orada kop bucağı var. O deməli 0-dan 10-a qədər, ondan 25-ə qədər, ondan 25-ə qədər. 25-dən 50-yə qədər 3-də, 50-dən yuxarı ən axırıncı mərhələdir, 4-cü mərhələdir. Doktor, o rəqəmlərdə yanlış göstərici ola bilərmi? Ola bilər, bir müəyyən qədər ola bilər. O baxır, deyək, xəstənin ümumi vəziyyətinə, sonra baxır o deməli yaşına və s. və ilaxır. Ümumi müayinə sırasında nələrə baxırsınız siz? Ümumi müayinə sırasında... Skalyozu bildik, onurğanın əyriliyi, yan tərəflərdən sağa və ya sola. Başqa, kürək sümüklərinə baxırsınız, sonra nəyə baxırsınız? Kürək sümüklərinə baxırıq, biz rentgen elətdiririk. Diagnostik olaraq rentgen elətdiririk və o skalyozun hansı sahədə olmasından asılı olaraq verdiyi simptomları nəzərə alırıq. Çünki müalicədə bizə lazım olur. Heç olmazsa bu ağrısını, acısını götürürük. Ondan sonra deməli, deyək, reabilitasiya üçün evə tapşırıqlar veririk, reabilitasiyanı keçir, o bir neçə dəfə təkrarən gəlir və nəticə olur əla. Doktor, axı skalyozun simptomları qeyd elədiyiniz kimi əyriliyin dərəcəsindən də asılı olaraq... Dərəcəsindən çox asılıdır, əlbəttə. Fərqlilik göstərə bilər, müxtəliflik göstərə bilər, çox dəyişkənlik göstərə bilər. Çox müxtəlifdir. Bir sayın başdan. Sayın. Birinci növbədə boyunda, başda ağrılar, qolda ağrılar, yuxarı ətrafda ağrılar, sonra döş qəfəsində mənşəyi məlum olmayan ağrılar, sonra o hansı sahəyə düşübsə, fəqərə sahəsinə düşübsə, o sahənin verdiyi təngə nəfəsliklər, sonra ürək döyünmələr, sonra aşağı düşsə döş qəfəsində qabırğarası sinirlərin verdiyi ağrılar, qolları dediyimiz kimi ağrılar, sonra aşağı düşdüksə aşağı ətraflara verilən ağrılar, ayağa verilən ağrılar, hətta qarına, qarın orqanlarına və mənşəyi məlum olmayan, diaqnostikası çox çətin olan ağrılar verir. Pasiyentlər müraciət edir ki, məndə tutaq ki, mədaltı vəzimdə, ya ödümdə, ya qaraciyərimdə problem yaranıbdır. Müayinələrdən keçir, deyirlər heç nə yoxdur səndə, təmizdir. Onda o fəqərənin o sahələrində deməli dəyişiklik olmuş olur. O dəyişiklik olmuş olur deyə orada daxildə həmin dəyişiklikləri verə bilir. Ona görə onu korreksiya eləyəndə, onu konkret diaqnostikada biz istifadə edirik, korreksiyada istifadə edirik və nəticələri babat olur, yaxşı olur. Skalyoz mürəkkəb problemdir. Skalyoz onurğanın ən mürəkkəb problemidir. Skalyozla işləmək çox çətindir. Skalyozu müalicə etmək də çətindir. Müalicə eləmək də əlbəttə çətinliklər törədir. Bəzən mümkün də olmur. Siz həkimlərin sevmədiyi... Səbəbi bəlli olmayan bu klassik təbabətdə yazırlar ki, skalyozların 85% idiopatikdir, səbəbi məlum deyil. Ancaq alternativ təbabətdə deyirlər ki, saydığım kimi qrupa bölürlər. Qazanılanlar, anadan gəlmələr, qazanılanlar və xüsusi xəstəliklər fonunda baş verənlər. Və sən burada səbəb demək olar ki, aydındır. Yox, səbəbsiz əlbəttə qəbul etmək, bilirsiniz necə, bir deyil, bir neçə səbəb, konkret nəyinsə üzərində dayanmadan bəlkə də o fikir söylənilib, idiopatik. Çünki onun da müəyyən yaş dövrləri var. Yox, bilirsiniz, niyə idiopatik deyirlər? Mənim düşüncəmlə, niyə görə idiopatik deyirlər? Çünki klassik təbabət, misal üçün, diafraqmanı nəzərə almır. Niyə? Nəzərə almır. Çünki diafraqma, misal üçün, dərslikdə yazılır ki, əzələli orqanlı tənəffüsdə iştirak edir, tutaq yemək borusu keçir və salam və ilaxır. Döş qəfəsi ilə qarın boşluğunu ayırır. Başqa bir şey yazmır. Amma diafraqmanın o qədər əlamətləri var ki, o qədər törətdiyi. Misal üçün, diafraqma stresə ən çox məruz qalan bir şeydir, hissədir. Çox stresə məruz qalır. Uşaqlarda skalyozun əmələ gəlməz səbəblərinin böyük əksəriyyəti bundan başlayır. Sonra çanağı əyriliyi, sonra travmalar almağı, əməliyyatlar və s. Başlayı deyə bilərik, amma uşaqlar, bilirsiniz, bugünkü gündə 70-80% özünüz də dediniz ki... 80% buraxılış siniflərində, onurğada, dayaq hərəkət aparatında 80% uşaqlarda problem olur. Hansı növü olur? İdiopatikdir? Yox, bunlar hamısı qazanılmış olur. Yox, idiopatik deyən çox az bir hissəsidir. Demək olar ki, nəzərə alınmır. Yox, biraz önce 80% biçmədik. 80% idiopatik. 80% idiopatik deyil, niyə səbəbi aydındır?
Yox, Bu idiopatiki. siz deyirsiniz alternativ təbabətdə. Alternativ təbabətdən səbəblər Mən aydındır. ümumiyyətlə bugünkü gündə... Ümumiyyətlə, klassik təbabətə 80-85% deyirlər alternativ idiopatikdir. təbabətin, integrativ təbabətin mütəxəssisi olaraq əlbəttə mübahisə etməkdə haqlısınız. Mən klassik təbabətin mütəxəssisi deyiləm. Amma aparıcı olaraq mənə maraqlıdır. Təbabət nə olursa olsun, bugünkü gündə əgər bir insana faydası toxunacaqsa, mən onunla bağlı müzakirə də apararam, mübahisə də eləyərəm. Sadəcə bilirsiniz, bax deyirsiniz, klassik təbabət. O deyir ki, idiopatik 80%, 85%. 85% deyir, bəli. Demiri, bunu fakt olaraq göstərir. Fakt olaraq, bəli, Axı, baxın, göstərir. mən nəyi demək istəyirəm? Oradan müxtəlif növlərə bölsə də, bəlli bir yaşa gəlib çatana qədər deyir, ağrı vermir, narahatçılıq vermir. Ağrı vermir, narahatçılıq vermir, ola bilər. Ancaq onu instrumental müayinədə, rentgində aydın görə bilirsən. Bəli, görə bilirsən. Görə bilirsənsə, səbəblərini axtarmalısan. O daha yaxşı, ilkin dövrlərdə bu səbəbləri tapa bilsən, daha yaxşı aradan götürürsən. Amma nə deyirlər? Əgər heç bir simptom yoxdursa, onun səbəbini necə axtaracaqlar? Simptom olmasın, rentgen eləyəndə görürsən. Klassik təbabətdə nə edirlər? Skalyozu necə müalicə eləyirlər? Deyir ki, get üzgüçülüyə, karsit geyin ya da əməliyyat olun. O növünə görə. Bəli, ya da əməliyyat olun. Ancaq indi təsəvvür eləyin, bu skalyoza karsit geyindirdik. Ya yaxşı, filan qrup əzələlər deyək, bu karsitə öyrəndi. Sonra karseti çıxarandan sonra necə olacaqdır? Bax, görürsünüz, məsələ ondadır. Məsələ ondadır ki, mən dediyim odur, o səbəbləri aradan götürəndən sonra, onurğanı korreksiya eləyəndən sonra reabilitasiyanı düzgün qurmaq lazımdır, idmanı düzgün qurmaq lazımdır və skalyozu sağaltmaq mümkündür. Altını çizdim. Yenə də mübahisəli problemdir əslində. Yox, mübahisəli deyəndə doğrudan belədir. Klassik təbabətdə bunun düz deyirsiniz 85% idiopatikdir, müalicə olunmayandır. Mən də deyirəm ki, anadan gəlmələr var, birdəki o xüsusi xəstəliklər fonunda əmələ gələnlər var, bunlar çətin müalicə olunandır. Amma qazanılanların böyük əksəriyyəti müalicə olunandır. Xəstəliklərin bir çoxunun səbəbi araşdırılmır. Araşdırılsa elə müalicəsinin tam yarısı artıq öz Gəl belə danışaq da, indi biz ona qərar verə bilmərik, amma mənim klassik təbabət mənim praktikamda klassik təbabət simptomların üstündə oynamağı xoşlayır. Niyə? Niyə? Siz də kollegayıq da, temperatura qalxıb temperaturanı salmaq istəyir, təzyiq qalxıb təzyiqi salmaq istəyir. Səbəb yoxdur. Qrija var, ağrını kəsmək istəyir. Burada mən belə bir ifadə işlətmək istəyərəm. Ümumiyyətlə heç bir xəstəliyin müalicəsi yoxdur. Müalicə olunan yalnız simptomlardır. Bunun klassik təbabət, alternativ təbabət aid etmək doğru olarmı? Yox, klassik təbabətdə bu elədir da. Bütün o həkimlər ordusu bunun üstündə işləyir də. Bax, görürsünüzmü? Mən niyə deyirəm ki, bəli, onurğanın korreksiyası ilə mən məşğul oluram əməliyyata qədər. Mənim bu metod yararlıdır. Amma düzəlmir. Orada bir struktur pozğunluğu varsa, korreksiya eləyirik. Onun yenidən əyilmə ehtimalları ola bilərmi? Mən sizə 100 dənə sübut gətirmişəm, 100 yox, dənə xəstə göstərmişəm. Ola bilər. Struktur pozğunluğu aradan qaldırırsam, tam deməyək də qismən hardasa. Tam da qaldırmış olsaz, yenə də bunun əyilməyə meyilliyi varmı? Yox, olmayacaqdır. Niyə olmayacaqdır? Çünki onurğanı anatomik vəziyyətinə gətirdinsə, reabilitasiyanı keçdisə... Bu dediyiniz o zaman qazanılmışdı. Hə, bəs nə bə? O korset dediyim o, həmin o onurğanın futyarı da, əzələ aparatı. Siz süni korsetdən danışırsınız, yoxsa Allahın bizə verdiyi əzələ. Onu elə deyək ki, insanı siz tərəfdən danışırsınız, mənim beynim qarışdı. Əzələ korsetini düzəldir. Bəli, əzələnin, bəli. Əzələnin onurğanın əzələlərini inkişaf elətdirirsən, oradakı asimetriyanı aradan götürürsən və bərpa olunur. Dediyim ki, bu mənlikdir, deməli mənlikdir. Mən də onları seçirəm. Misal üçün, əgər xərçəng fonunda varsa, autoimmün xəstəlik fonunda varsa, vərəm fonunda varsa, mən onları götürmürəm. Deyirəm ki, qardaş, sənin bu xəstəliyin var, bunu eləməlisən. Oldu mu? Mən qazanılanları seçirəm və bəli, deyirəm ki, düzəldə bilərəm. Belə deyək, yanlış anlaşılmır. Belə deyim, yanlış anlaşılmazsın. Belə deyirəm. Çünki skalyoz çox ağır struktur pozğunluğudur. Mən ona görə saydım ki, axı səbəblər çox müxtəlifdir. Bəli, uşaqlarda bir cür, yetkin yaşda başqa cür özünü göstərir, struktur pozğunluğu. Var, orqanizm ümumi xəstəliklər fonunda, bəli, onurğaya metastaz verən xəstəliklər fonunda
və s. və ilaxır. Bunlar spondilozlar, spondilitlər, bunlar başqa bir şeylər. Necə? Metastaz vermə fonunda? Yəni o başqa bir xəstəliyində bədən məcburi özünü ağrısız vəziyyətə gətirir. Xərçəngin deyə metastazı varsa, orada problem yaradırsa, bəli, orqanizm ona uyğunlaşır, o fon. Onlar başqa bir şeylərdir. Metastaz ağrı verir, o səbəblə skalyoz bir pozisiya yaradır, Bəli, əyir. bəli. Bu müdafiə məqsədlidir, Orqanizmin amma müdafiə məqsədidir. gətirib bir pozğunluğa Bir pozğunluğa gətirib çıxarır. Adi Bir də əyildikcə nəzərə alın ki, daxili orqanlarda da bir problemlər mütləq və mütləq orqanlarda yer dəyişmə olur. Onların innervasiyası pozulur, qidalanması pozulur və müxtəlif fəsadlar ortaya çıxır. Sinir innervasiyası Sadəcə olaraq bilirsiniz nədir? Əslində qalanda istənilən bir diaqnostikada onurğa mütləq və mütləq nəzərə alınmalıdır. Niyə görə? Çünki onurğa bütün orqan və sistemləri innervasiya eləyən onurğa beynidir. Bizi yaşadan veqetativ sinir sisteminin əsası onurğadır. Ona görə də bunu gərək nəzərə alasan o diaqnostikada. Yoxsa, bəli, məndə olub xəstələr gəlib deyir ki, mən asmatikəm. Məndə ürək döyünmə var. Eşidirsiniz? Məndə tutaq ki, təngirəfəslik var. Baxıram bunları mən həmin o sahələrdə onurğada əyrilik görürsünüz. Onurğada problem varsa, o problemi aradan götürən kimi hamısı yerinə düşür. Asma yox olur. Doğrudan ürək döyünmədə. Demirəm hamısında. Amma səbəbkar budursa, onu götürən kimi yox olur. Nə gözəl. Elə hər kəsin çox böyük bir arzusudur ki, tam doğru ünvana geçsin, ətraflı müayinələrdən keçsin. Bilirsiniz, ağlıma nə gəldi? Həmişə böyüklərimiz deyirdi ki, əvvəlki həkimlər xəstə otaqdan içəri girəndə elə xəstənin yerişindən sezir ki, onun problemi nədir. Burada həqiqət payı da çoxdur. Əlbəttə. Çoxdur. Bilirsiniz İlhamə xanım, bugünkü gələn xəstəni 2 nəfər tutub gətirib qoydu ora. Özüdür. Yox, ora qoyan kimi mən baxdım ki... Mən artıq sizdən möcüzə gözləyirəm. Yox, bu adamın ayaqlarının ikisi də işləmir də. Onu mən gördüm. Mən dedim ki, mən praktikamda, mən heç baxmamış sənə deyirəm. Görüm, niyə belə olubdur, niyə əməliyyat eləməklər belədir. Ayağının ikisi də işləmir, haçan oldu. Böyük, kiçik bayra çıxmaq olmayıbdur. Düz bağırsaqda ağrılar olubdur. Birdən-birə tutulubdur ağrılar. Belə vurubdur içəri, deyir, olubdur. Deyirəm ki, bu 100%. Onurğa beyninin sıxılmasıdır. Onurğa beyninin sıxılması. Bəli, onurğanın qişasını sıxılır, dural qişa sıxılır, onurğa beyni sıxılır. Bunu bəli, düz deyirsən. Onu görmək olur. Mən misal üçün xəstə yeriyib gedəndə, yanıma gələndə yeriyəndə belə baxıram ki, deyək bu bir yağın çəkir, ya neyinir. O dəqiqə fikir yaranır ki, bunda onurğada falan fəqərədə problem olmalıdır. Falan yerdə falan olmalıdır. Bu belə. Çox çətindir. Çox çətindir əlbəttə. Skalyoz çox ağır patologiyadır. Bəli, ən ağır növünə görə, patologiyası mərhələsinə görə, Bəli. yaş mərhələsinə görə, Yaşına görə. xəstəliklər fonunda inkişafına görə, sinir əzələ skalyozundan tut, bir çox xəstəliklər səbəbilə bir neçəsini sadaladıq, amma digərlərini növbəti görüşlərimizdə müzakirə eləyərik. Yəni, bugünkü gündə həqiqətən də insan var ki, skalyozun müalicə olmadı deyir. Bəli. Bəlkə də altda yatan səbəb tam araşdırılmayıb və ya araşdırılıb müalicəsi mümkün olmayan bir skalyoz növüdür. Hər kəs individualdır. Allah hər kəsi bütün xəstəliklərdən qorusun. Amma hər hansı bir əlamət meydana çıxırsa, baxın, idiopatik dediyimiz səbəbi bəlli olmayan, yəni bu nə deməkdir? Bəzən genetik ola biləcək məqamları olur. İnsan var ki, deyir, əgər genetikdirsə, niyə bu uşaq yaşlarında özünü göstərmir? Çünki elə genetik xəstəliklər var ki, 30 yaşın üzərində artıq müəyyən çətinlikləri ilə gəlir və ya hər hansı bir provokasiya amilləri onu ortaya çıxarmış olur. Hər kəs öz ailə hekayəsini öyrənsin. Hər kəs atada, anada, özündə hər hansı bir problem varsa, onunla bağlı bəlli bir qeydiyyatı olsun. Bilsin ki, gələcəkdə onu nə kimi çətinliklər gözləyə bilər. Oturaq həyat tərzi keçirən insanların skalyozu daha ağır keçir. Ayaq üstə həyat tərzi keçirən insanların skalyozu tamam başqa. Biraz öncə dediyim kimi, yaşa bölmüş olsaq, skalyozun növünə görə çox böyük ağırlaşmalarla qarşılaşanlar var. Amma nə olursa olsun, doğru həkimə, doğru ünvana müraciət etməklə şəfamızı vaxtında, zamanda tapa bilərik. Cəlal doktor, təşəkkür edirəm gəldiyinizə görə. Mən də sizə təşəkkür edirəm. Sizinlə mübahisə etməyi sevirəm. Bilirəm. Növbəti verilişdə skalyoz mövzusuna davam eləyək. Çünki mənim bilmək istədiyim, problem yoxdur. Vermək istədiyim çox suallar var və cavabını bilmək istəyirəm. İlhamə xanım, mən praktiki olaraq bu şeylərdən danışıramsa, praktiki olaraq bunları görmüşəm.
bir həkiməm mən, mütəxəssis, peşəkar deyirəmsə, onun peşəkarlıq göstəricisi onun sayca gördüyü xəstələrdir və o xəstələrdə gördüyü hər birinə individual yanaşma və aldığı nəticələrdir. Bəli, aldığı nəticələrdir ən nəhayət etibarilə. Bu da sizin praktikanızdır. Mənə də nə lazımdır? Bu praktikanı mənimlə bölüşəsiz. Burada mübahisə ola bilər, dava ola bilər, incimə ola bilər. Yox, incimərik. Amma yetər ki, insanlara faydalı olsun verilişimiz. Təşəkkür edirəm. Nevroloq Kastaprav zərbə dalğası terapiyası üzrə mütəxəssis, alternativ inteqrativ təbabət üzrə mütəxəssis Cəlal Hümbətov studiyamızın həkim qonağı idi. Onurğasında problemi olan hər kəs müraciət edə bilər. Dediyimiz kimi, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq zamanında müalicə etmək mümkündür. Lady Şara mağazasına geyimə görə təşəkkürümü bildirim. Xatırladıram, bir çox filialları var. Nərman Nərmanometro stansiyası yaxınlığında yerləşən filialdan əldə edirəm geyimləri. Yeni kolleksiyalar var. Xanımla telefon nömrələrini qeyd eləyin. Əlbəttə ki, bədən ölçülərinizi bilirsiniz, zövqünüzü sevə-sevə oxşaya bilərsiniz. Hələlik.